edəcək. Əla, çox sağ olun. Hə, bir dəfə alan müştəri e, çevrilir daimi müştəriyə, dostlarını gətirən müştəriyə, sizi təbliğ edən müştəriyə, yəni hər hansı bir yerə getdiyi zaman, məsələn, aldığı şirniyyat deyək, bu şirniyyatı soruşacaqlar ki, hardan almısan? Falan yerdən almışam, məsələn. Yəni ona görə müştəri təcrübəsi, yəni müştəri təcrübəsi də üç şeydən formalaşır. Sənin necə danışdığından, sənin sürətindən, əməkdaşlıq və əməkdaşlıq tonu və yanaşmandan, işə necə yanaşmandan bunlardan formalaşır. Kiçik biznes böyümür. Kiçik biznes sevilir. Sevilən biznes isə müştərisini itirmir. İnsan məmnun olduqda 200 tanışına qeyri-məmnun olduqda isə ən azı yəni o da düzdür. Ona aid də bir deyim var ki, deyir anti-reklam da bir reklamdır. Amma biz çalışaq mənfilər üzərindən tanınmayaq, daha çox müsbətlər üzərindən tanınaq ki, hər kəsin də yadında müsbət olaraq qalaq. Amma mənfi tanınmaq da, yəni çox da yaxşı bir şey deyil. Davam eləyək. Qiymət strategiyası var. Ucuz olum, hamı məndən alsın yanaşması var. Bu tamamilə yanlış bir yanaşmadır. Kiçik bizneslərin 90%-ində eyni səhv var. Yəni deyir ucuz eləyim, müştərim daha çox olsun. Bu biznesi böyütmür. Əksinə bu biznesi çökdürür. Çünki sənin dəyərin aşağı görünür. Sənin hədəf müştərin dəyişir. Sən yorulursan, amma gəlirin artmır. Yəni brend görüntün itir. Düzgün qiymət burada bərabərdir dəyərə uyğun qiymətə. Müştəri ucuzluğu yox, dəyərliliyi axtarır. Yəni ona dəyər verilən yerdə o bəli, bəli, reputasiyası azalır. Ona dəyər verilən yerdə o artıq qiymətə baxmayacaq. O dəyəri hiss eləyib, yəni qiymət ona çox da önəmli olmayacaq artıq. Ən sonuncunu görmədim, onu oxuyum. Antireklam oldu, amma pis təsir etdi. Nümunə olaraq Azraş, Niyyət evi, antireklam oldu. Tanımıram oranı, amma o bilər. Daha sonra brendin dili, yəni sən necə danışırsan, müştəri o cür qəbul eləyir. Yəni sənin danışıq tərzin, orta qiymət. Bunları ən sonda oxuyacağam, sadəcə mövzudan yayınmayaq deyə, mövzu qarışmasın deyə çat yerində olan çatı ən sonda oxuyacağam. Sənin danışıq tərzin, brend dilində, sənin mesajın, müştəriyə yazdığın bir cümlə hamısı brend dilidir. Brend dili nə qədər səmimi, nə qədər peşəkar, nə qədər aydın başa düşülürsə, o qədər də etibar yaranır. Kiçik biznes üçün də ən vacib şey insani dildir. Yəni rəsmi və soyuq üslub bunlar deyil. Kiçik bizneslər üçün yəni bu keçmir. Və ən önəmlisi davamlılıq. Yəni hər marketinqin əsası elə yəni bu elə sahədir ki, bir dəfə etməklə iş olmur. Marketinq davamlı diqqəti, davamlı xidməti, keyfiyyəti, davamlı inkişafı. Yəni günlük yox, aylıq düşünmək lazımdır. Bir söz var ki, deyir, dama göl olar. Burada da eynən. Yəni çünki kiçik biznes belə böyüyür. Addım-addım və davamlı olaraq. Gəlin çat hissəsini oxuyaq. Orta qiymət daha önəmlidir, amma məşhur yerlər qiymət nə qədər baha da olsa, məşhur yerlərə daha üstünlük verilir. Böyük bizneslərdə böyük bizneslərə diqqət edirəm, mədələr olsun, soyuq və dik baxış olur. Sonuncu yazdığınızı anlamadım. Bəli, bəli, orta qiymət daha önəmlidir. Çünki sən ucuz qoysan, yəni lor dildə desək ki, ucuz qoysan deyəcəklər ki, bu çox ucuzdur. Yəqin ki, nəsə keyfiyyətsiz məhsuldur və yaxud da ki, xidmət olsun. Çox da baha qoysan deyəcəklər ki, sənin verdiyin xidmətə uyğun qiymət çox bahadır. Yəni ona görə qoyduğun, göstərdiyin xidmətə və yaxud da ki, satdığın hər hansı bir məhsula uyğun bir qiymət qoymalısan.
Kiçik bizneslər daha səmimi olur, çünki kiçik bizneslər yeni başlayırlar və belə deyək ki, daha aydın başa düşülsün. Müştəri qazanmaq üçün, müştərinin sevgisini əldə eləmək üçün mən mən qəbul eləməliyəm. Okay, adım məndədir. E, yəni müştərinin sevgisini qazanmaq üçün daha səmimi olurlar, amma böyük bizneslərdə niyə elə deyil? Çünki böyük bizneslər artıq, yəni müəyyən qədər bir tanınmış olur və artıq müştərini o seçir. Yəni e, A müştərisi, B müştərisi, A müştərisinin təklif etdiyi və B müştərisinin təklif etdiyi. Ona görə artıq böyük biznes həmin müştərini o seçir. Ona görə də birinə səmimi olur, birinə soyuq olur. Bu məsələ var. Hmm. Bəli, bəli, böyüdükcə e, nəsə sualınız varsa deyin, onun üzərindən davam edək. Dostlar, sonda düzü heç biriniz kameranızı açmadınız. Heç birinizi görmədim, sadəcə adlarınızı görə bilirəm. Sonda belə bir şey demək istəyirəm ki, bu gün danışdıqlarımız əslində ə, hər kiçik biznesin tətbiq edə biləcəyi ən sadə və amma ən təsirli addımlardır. Amma bilirəm ki, bir çoxunun ağlında belə suallar qalıb ki, bəs mənim biznesimə bunu necə tətbiq edeyim, hardan başlayım, mənim məhsuluma uyğun strategiya necə olmalıdır? Qiyməti necə təyin edeyim, kontenti necə qurum? Yəni bunlar tamamilə normal suallardır. Yəni belə suallarınızın olmasına görə heç də narahat olmayın. Çünki hər biznes yəni unikaldır, hər sahibkarın vəziyyəti fərqlidir. Ona görə də əgər bu mövzuları daha da dərindən öz biznesinizə uyğun şəkildə anlamaq, ilk addımları dəqiq qurmaq və səhvsiz başlamaq istəyirsinizsə, yəni bu mövzuda sizə istiqamət vermək üçün ayrıca konsultasiya saatı təklif eləyə bilərəm. Bu satış yönümlü bir şey deyil. Sadəcə olaraq bəzən o bir saat düzgün yönləndirmə, aylarla bir dəqiqə, hə, elə bildim kimsə çıxartmışam. Hə. Yəni aylarla edilən səhvlərin qarşısını alır. Yəni əgər mən başladım, amma davamını necə qurum deyirsinizsə və ya yeni biznes qurmaq istəyirəm, amma strategiyanı hardan tutum deyənlərdənsinizsə, yəni bu yolda sizə dəstək ola bilərəm. İstəyənlər mənə vebinardan sonra yaza bilər. Heç bir problem yoxdur. Və bir sual verim. E, Burada aranızda hər hansı birinizin biznesiniz və yaxud da artıq biznesinizi qurub onun üzərindən çalışan varmı? Yoxsa gələcək planımdır, inşallah, niyə də yox. Hələ marketinqi öyrənirəm. Nə gözəl, əla. Xeyri biznesim yoxdur. Gələcəkdə olar inşallah. İnşallah. Əlbəttə ki. Kiminsə nəsə sualı, oy, kiminsə nəsə sualı varsa, versin onun üzərindən danışaq. Mənim demək istədiklərim, istəyən hər kəs biznes qura bilər, amma bunu davamlı saxlamaq. Bəli, bəli, yəni burada biznes qurduqdan sonra artıq hə, mənim biznesim var, vəssalam, mən rahat olaram, ola bilərəm deməklə o biznesini sadəcə çökdürərsən. Yəni bunun üzərində davamlı, yəni disiplinli olaraq çalışmaq lazımdır. Bəli, bəli. Əsas məsələ ondan sonra başlayır. Buna görə marketinqi, istehlakçı davranışı bilmək lazımdır. Deyəsən Zoom-un bitməyinə 6 dəqiqə qalıb. 6 dəqiqədə bütün suallarınızı verin gəlsin. Ağlınızda heç bir sual qalmağını istəmirəm. Başda da dediyim kimi, yəni bu vebinardan sonra
İstəyirəm ki, hə, artıq mən başlayıram sabahdan deyəsiz. Təşəkkür edirəm. Yəni maraqlı və faydalı ola bildim. Sən nə gözəl mənə. Desən heç kimin sualı yoxdur. Ya hamıya hər şey aydın oldu deyə sualı yoxdur, ya da heç kim heç nə aydın olmadı deyə sualı yoxdur. Mənim bir sualım var. Zəhmət Buyurun, olmasa demək buyurun. olar. Salam ilk öncə. Salam əleyküm. Deməli, mən ingilis dili müəlliməsiyəm, amma ki, hal-hazırda reklam meneceri kimi çalışıram, kursları reklam eləyirəm. Amma ki, nə ingilis dili müəllimi kimi nə tələbə gəlir. Məsələn, mən post hazırlamışam özüm üçün, reklam postu. Onu paylaşıram. Tələbə bir dənə də olsun tələbə gəlmir. Ya reklam meneceri kimi çalışanda, kursları reklam eləyəndə, yəni əlimdən gəldikcə ətraflı məlumat verirəm. Yəni çalışıram ki, cəlbedici olsun, amma yenə də heç bir iş alınmır. Bu Ola nədən ola bilər ki, bilər görəsən? ola bilər ki, maraqlı sual verdiniz əslində. Ola bilər Çox strategiyaniz sağ olun. düzgün deyil və yaxud da ki, paylaşımınız, yəni burada paylaşılan hər şey asılıdır, daha doğrusu çox şey asılıdır. Yəni paylaşımınız maraqlı olmaya bilər. İndi bilmirəm, yəni görməmişəm, ona görə də tam dəqiq olaraq bir şey deyə bilmərəm. Amma istəsəz mənə göndərərsiniz səhifənizi. Əsmər xanım göndərər mənim nömrəmi və yaxud da ki, Instagram səhifəmi qrupa göndərər. Oradan yəni qrupdan qoşulmusunuzsa, oradan mənə yazarsınız, baxaram səhifənizə, yəni nə lazımsa məsləhət verərəm. Problem yoxdur. Yəni konsultasiya alaraq da elə başa düşdüm. Bəli, olar. Yəni dediyim kimi paylaşımınızdan çox şey asılıdır. Maraq cəlb eləməyə bilər. İndi videodursa, videonuz maraqlı, videonun o 3 saniyə məsələsi var. O 3 saniyə maraqsız ola bilər və yaxud da ki, postsa çox qarışıq ola bilər. Yəni görməmişəm deyə bir şey deyə bilmərəm. Yəni dediyim kimi Vi strategiya, kontentdən çox şey asılıdır. Bəli, bəli. video deyil əslində, video yoxdur heç bir işimdə. Amma ki, yəni postlardır. Təki məlumat. Ola bilər Məl dizaynına görə və yaxud da ki, çox qarışıq olmağına görə, yəni bu şəkildə. Bəli, dizaynda, xüsusən də reklam menecerliyi işində dizaynda postlar elə də cəlbedici deyil. Yəni mən deyə də bilmirəm ki, başqa post olsun, çünki işin böyüyü mən deyiləm. Amma ki, nə deyəcəkdim? Bəli, bəli, səhifənin Yəni, dizaynı da önəmlidir. bəli, önəmlidir, mən də elə düşünürəm. Bəli. Çox sağ olun cavabınıza görə, təşəkkürlər. Buyurun, siz sağ olun. İnşallah əlaqə saxlayaram. Təşəkkürlər. İnşallah. Siz sağ olun. Başqa kiminsə sualı varsa, səsi də açıb verə bilər, çata da yaza bilər. Yəni üzr istəyirəm, ancaq problem onda ola bilər, yoxsa başqa bir problem də ola bilər. Dediyim kimi, yəni mən baxmadan bir şey deyə bilmərəm. Deyim ki, başqa bir şey var, amma səhifənizi görməmişəm deyə, yəni yalançı olmaq istəmirəm. Baxıb elə qərar verə bilərik. Səhifəm yoxdur, səhifəm var idi. Sadəcə telefonda problem olduğuna görə silindi səhifəm. Amma ki, qurmaq fikrim var. SMM ilə çalışıb səhifə qurmaq fikrim var. Instagramda professional səviyyədə. Amma ki, yəni reklam menecerliyindən də yəni onu da hər iki işi sürdürmək fikrim var. WhatsApp üzərindən paylaşımlar edirsiniz o zaman, yoxsa WhatsApp, Facebook, bunlardan, bu sosial şəbəkələrdən. hə, başa düşdüm. Amma Instagramınızın olmağını daha çox məsləhət görərdim. Çünki indi hal-hazırda əvvəlki qədər Facebookdan o qədər də geri dönüş olmamağı normaldır. Yəni daha çox əvvəllər olurdu Facebookdan. Məsələn, orada paylaşanda daha çox geri dönüşlər alırdıq. Amma indi daha çox Instagramdan satış eləyə bilərik. O Bəli, mənə elə gələn Instagramda zəifliyib. Yəni orada da elə güclü satış yoxdur son zamanlarda. e, o sahədən və qurduğumuz strategiyadan, kontentdən asılıdır. Yəni mən belə deyim də bir səhifəyə daha çox vaxt ayıraramsa, oradan daha çox geri dönüş alacağam, nəticə alacağam. Birinə vaxt ayırmayacağamsa, oradan da geri dönüş almayacağam normal olaraq. Yəni Yəni hər bilirəm, hər ikisinə də enerji, resurs sərf eləmək lazımdır, vaxt. bəli, bəli. Yəni bir şeydən ki nəticə almaq istəyiriksə, mütləq ki ona zaman ayırmalıyıq.
Yəni Instagram. biznesdə vacibdirmi, yəni bütün sosial şəbəkələrdə aktiv olasan, yoxsa necə? Yəni əgər satış etmək istəyirsinizsə, satışdan əlavə, yəni siz xidmətinizi insanlara tanıtmaq istəyirsinizsə, yəni mütləq şəkildə buna görə də aktiv olmağınız lazımdır. Yəni çünki siz aktiv olmasanız, yəni insanlar sizə necə tapsın, necə müraciət eləsin, hardan tanısın? Yəni buna görə. Bəli, düz deyirsiniz. Çox sağ olun cavabınıza görə. Məncə Buyurun, sağ aktivliyimi olun. başlamalıyam. E, Nərgiz xanım, bir dəqiqə qalıb. Heç kimin sualı yoxdursa, bəli, bitirə bilərik. Aynura xanım, təlim